Əvvəla hər birinizi salamlayıram yoldaşlar. Hər vaxtınız xeyir olsun. Adım Rəşad, komandanın bir üzvüyəm və bu günləri sizlərlə bir yerdə 3-cü Excel Olimpiyadasının 2-ci mərhələsini keçirəcəyik. İlkin olaraq 10-15 dəqiqə vaxtınızı alacağıq. Qaydalar və Handex haqqında qısa məlumat verdikdən sonra keçəcəyik Olimpiyadamızın 2-ci mərhələsinə. Aranızda tanış simalar var. Handex iştirakçıları olubdur. Tanımadığım iştirakçılar da var. Handex ölkəmizdə 2021-ci ildən fəaliyyət göstərən data analitika və aidiyyatı proqramlar Excel, SQL, Power BI, Python və bunların beynəlxalq sertifikatları olan Microsoft Office Specialist Excel Expert MOS adlanır, hansı ki Excel'in beynəlxalq sertifikatı, PL300 sertifikatı, Oracle SQL'in beynəlxalq sertifikatı və data analitikanın beynəlxalq sertifikatı olan IT Specialist Data Analytics sertifikatına hazırlıq təlimlərini həyata keçiririk. Hal-hazırda 100-ün üzərində korporativ tərəfdaşımız var. Kifayət qədər özəl və dövlət şirkətlərinin əməkdaşlıq edirik. Onların iştirakçılarına, onların əməkdaşlarına təlim-tədris fəaliyyətini həyata keçiririk. Bugünkü Excel Olimpiyadasıyla bağlı qısa məlumat verək. Biz artıq ölkəmizdə 3-cü dəfədir ki, Excel Olimpiyadasını həyata keçiririk. 3 il bundan qabaq belə bir qərara gəldik ki, niyə də biz bunu eləməyək? Excel Olimpiyadasının əsas mahiyyəti nədir yoldaşlar? Olimpiyadanın mahiyyəti ölkəmizdə Excel-i yaxşı səviyyədə bilən, Excel-i gündəlik həyatında istifadə edən iştirakçıları bir araya yığmaq, onlarla əyləncəli bir vaxt keçirmək, onları belə deyək, bilik və bacarıqlarını sınamaq və uğurlu iştirakçıları yekunda mükafatlandırmaqdır. Mükafat olaraqsa biz hər il bura müəyyən qədər bir investisiya ayırırıq. İndi ayırdığımız investisiya təkcə mükafatlardan ibarətdir, digər məsələlər də var. İndi təbii ki, burada əsas məsələ bunlardan daha çox bizim baxdığımız məsələ bizim bir yerdə əylənməyimizdir. Sizlərlə bir yerdə əylənməyimiz və maraqlı bir vaxt keçirməyimizdir. Ona görə sizlərə də uğurlar arzulayırıq və sizdən də əsas gözləntimiz belə deyək, bu həftə sonunu xoş formada keçirməyinizdir. Olimpiyadanın özünə məxsus spesifik qaydaları var. Mütləq bu qaydaları riayət etmək lazımdır. Hal-hazırki mərhələnin və bundan sonraki mərhələnin, yəni ikinci, bugün imtahan verəcəksiniz hansı ki və aranızdan qaliblər seçiləcək. Həmin yoldaşlar 3-cü mərhələyə keçəcək. 3-cü mərhələnin qaydaları ilə bağlı detallı formada Kamal müəllim məlumat verəcəkdir. Salam aleyküm yoldaşlar, ilk növbədə hər birinizi təbrik edirəm 3-cü mərhələyə keçmək münasibəti ilə. Qaydalar haqqında danışacağam, ümumi məlumatınız olsun deyən. Hər hansısa bir sualınız olarsa da gedişatda ünvanlayarsınız. Çünki belə deyim, imtahan gedişat ərzində sizdən hamınızdan rica eləyəcək ki, maksimal dərəcədə səssizliyə riayət eləyək ilk növbədə. İkinci mərhələdə 10 sualla qarşılaşacaqsınız. Buradan başlayaq da ilk növbədə fikrimcə ən yaxşısı bu olar. İmtahan müddəti olacaq 2 saat. Növbəti mərhələyə Excel Olimpiyadasının əsas qaydalarında belə deyərdim də bu hansı ki Handex tərəfindən təsdiqlənib. Bu 8 və ya 16 nəfərdir. İmtahan ərzində köməkçi heç bir vəsaitdən istifadə etmək olmaz. Heç nədən yoldaşlar. Yəni 2 saat ərzində sizin kompüterlərdə ancaq açıq ola bilər bizim göndərdiyimiz Excel faylı. 3-cü mərhələ ilə bağlı indidən qısa bir məlumat vermək istəyərəm. Oradakı gedişat hansı formada olacaq nəzərinizdə olsun. O birisi mərhələdə Handex artıq tapşırıq hazırlamır. Yəni siz bildiyiniz o birisi mərhələyə keçən 8 və 16 nəfərin hazırladığı tapşırıqlarla yarışmalı olsun. Tapşırıqların hazırlanmasında bəlli bir qaydalar olmuş olacaq. Misal üçün deyirəm də 4 funksiya və 4 əməliyyat. Yəni belə deyək, 4 funksiya üstəlik 4 əməliyyat da deyəndə orada vurma, toplama, çıxma və s. söhbət gedir də. 4 funksiya və 4 əməliyyatın köməkliyindən o tapşırıq həll oluna bilən olmalıdır. 20 dəqiqə müddət, 20 dəqiqə ərzində qarşı tərəfin tapşırığı həll olunmalıdır. Kim tez və düz həll eləmiş olsa, o da qalib olur və növbəti mərhələyə keçir. Mərhələ dediyimdə yəni 4-də 1-də keçir 2-də 1-ə, sonra finala və aydın məsələdir ki, final uğrunda mübarizədə uduzanlar da 3-cü yer uğrunda mübarizə aparmış olacaqlar. 20 dəqiqə ərzində ola bilər ki, nə məsələn AB-nin, nə də B-nın tapşırığını həll eləyə bilməsin. Bu zaman artıq püşyatma yolundan biz tapşırıq çıxartmış oluruq. Çünki orada oturub gözləyə bilmərik də, razılaşarsınız ki, 1 saat, 2 saat ki, kimsə tapşırıq həll eləsin, növbəti mərhələyə keçsin. Püşyatma yolundan kimsə tapşırıq seçir, ya özümüz elə tapşırıq seçirik. Orada artıq, belə deyim, tapşırıqlar bir növ çox qəliz bir tapşırıqlar olmur. Artıq orada sürət məsələni həll eləmiş olur ki, kim tapşırığı tez rizə eləsə, o da növbəti mərhələyə keçmiş olur. İsa bəy, nəsə əlavəniz var? Təşəkkür edirəm. Yoldaşlar, ilk növbədə hər birinizi təbrik edirəm. Bura gəlmişsinizsə də bu deməkdir ki, Excel'in Olimpiyadasının final mərhələsinə uğurla keçmisiniz. İnşallah final mərhələsində
uyğun olaraq 4də 1, 2də 1, daha sonra 3-cü yer uğrunda və 1-ci yer uğrunda mübarizələr olmuş olacaq. Hər birinizə ilk növbədə uğurlar arzu edirəm. İnşallah burada keçirəcəyimiz ümumən götürəndə 2 saat müddət hər biriniz üçün xoş olar. Ümumən qaydalar haqqında da, bir də tapşırıqların gedişatı haqqında da bir sıra məsələlərə toxunmaq istəyirəm ki, nəzərimizdə olsun. Biz demişdik ki, sizdən 4 funksiya və 4 əməliyyat uyğun olaraq yadınızdaydısa da belə bir nüans qoymuş olmuşduq və başlamamışdan əvvəl də indi təlimçilərimizlə birlikdə o tapşırıqları yoxlayacağıq. Okey olandan sonra qarşı tərəfə göndərəcəksiniz. Sonra müəyyən qədər vaxt veriləcək şərtləri izah eləməkdən ötürü. Şərtlər okey olandan sonra ondan sonra start verəcəyik. Eyni anda ham başlayacaq. 20 dəqiqə vaxt qoymuş olacaq. 20 dəqiqədə ərzində kim əgər tapşırığı bitirdiyindən əmindirsə də əlini qaldırır, deyir ki, bitirdim və salam. Ondan sonra kompüterə artıq toxunmur. Gözləyir ki, qarşı tərəfdə bitirmiş olsun. Əgər qarşı tərəf artıq bitirmiş olsa, siz artıq öz aranızda müzakirə etməyə başlayacaqsınız ki, tutaq ki, mən bunu istəyirdim ya bunu istəmirdim. Əgər qarşı tərəf ümumiyyətcə eləyə bilməsə, onda aydın məsələdir ki, təkcə bir nəfər icra olunanın tapşırığına baxacaq. Əgər okeydirsə də, yəni qarşı tərəf bildirsə ki, okeydir, biz də əlbəttə ki, nəzarət eləyəcəyik. Nəsə bir sıxıntı olsa, bu zaman həmin şəxs növbəti mərhələyə keçmiş olacaq. Yox, əgər 20 dəqiqə ərzində qalib müəyyən edilə bilməsə, indi ola bilər də iki tərəfin də tapşırıqlarını ya səhv icra eləmiş olasınız, ya da ümumiyyətcə icra eləyə bilməyəsiniz həmin müddət ərzində. Bu zaman nisbətən ağırlıq dərəcəsi aşağı olan ki, hər iki nəfərin də belə deyim də edə bilmə potensialı olmuş olsun. 10 ədəd sual hazırlamışıq. Şəbnəm, istəyirsən göstər. Oradan püşkatma ilə sadəcə də bir dənə sual seçiləcək. Tapşırıqların nömrələri var, özünüz də görəcəksiniz. Həmin tapşırıq hər iki tərəfə atılacaq, eyni vaxtda başlayacaqsınız. Fikrimcə oradakı tapşırıqlar dediyim kimi çox ağır belə tapşırıqlar deyil. Sadəcə kim sürətdə artıq orada olacaqsa da növbəti mərhələyə keçə biləcək. Ümumən bu qaydada tənzimləmişik. Fikrimcə yaddan çıxan nəsə olmadı. Əgər sizin suallarınız indi varsa da ala bilərik, sıxıntı deyil. İndiki mərhələdə də aydın məsələdir 8 nəfərsiz püşkatma yolu ilə müəyyənləşəcək ki, kim kimə rəqib seçilmiş olur. Bunu adətən necə eləyirik? Sırf belə deyək də şəffaflığı maksimal dərəcədə qoruya bilməkdən ötürü ilk püşkü Əbülfəz müəllim seçər birinci adamı. Daha sonra həmin şəxs özünə başlayır rəqib seçməyə. Daha sonra kim rəqib seçirsə də o birisini müəyyənləşdirmiş olur. Bu qaydada ardıcıl şəkildə davam edir. Yəni elə bil ki, bir dənə birincini Əbülfəz bəy seçmiş olacaq, qalan hamısı isə sizlərdən. Kimin adı çıxdıqsa o gəlib növbəti adamın adını çıxardacaq. Burada qeyd eləyəcəyik və ondan sonra da artıq başa düşəcəksiniz ki, hansı turun qalibi, belə deyərdim də, növbəti turda qarşılaşa bilərsiniz. Hansı rəqibinizlə qarşılaşa bilərsiniz. Başlayaqmı? Şəbnəm, otlar yazacaqsan da bildin. Bu tərəf 4 tərəfə, bir də ora 4 tərəfə. Ardıcıllıqla elə soldan başlayıb yazarsın. Fatma İsmailova. Fatma İsmailova. Əla. Fatma xanım gəlir indi öz rəqibini seçməyə. Sən yaz, özü avtomatik tənzimləyəcək ölçüsünü. Düz yaz prosta. Layev. Abdullov. Sərvət gəlir indi növbəti cütlüyündən bir nəfər seçməyə. El istəyirsiniz buradan əyləşin, ya mən belə Fatma xanım qabağında əyləşərsin. Fatma xanım, qalın elə orada, Sərvət ora gəlir. Yanur İsmailov. Yanur bəy öz rəqibini seçəcək. Şəbnəm, İsmailovun familiyasını ilə elə, yuxarıda. Ziya bəy. Növbəti 2 nəfərdən, cütlükdən bir nəfəri seçəcəksiniz. Allah verdi Qasımov. Allah verdi bəy, növbəti. Ancaq növbəti 2 nəfər qalıbmı yenə də? Maraqlı olsun deyə. Məncə bilindi də kimdən kim düşürəcək. Ülvi Bəkirli və gəlin. Rəqibimizin adını çıxardın. Bəlkə mən çıxdım da, bilmirəm. Fərid Ələskin. Təşəkkür. Rəqiblər, üzbəüz əyləşsinlər, zəhmət olmasa. Sərvət Yervi tut, zəhmət olmasa.
İcazə versiniz Fatimə xanım seçsin. Fatimə xanım bildiniz də bu nədir? Okey. Hə. Sualın nömrəsi. Yox, eyni tapşırıqdır. İkivizə də eyni ver. 5 nömrəli tapşırıq. İndi sizə orada açacam baxa bilərsiniz. Şəbnəm göstər bir dənə zəhmət olmasa. Bir cütlüyün qalibi müəyyən edilə bilmədiyi üçün hal-hazırda bizim tərəfimizdən seçilən 10 sualdan random biri seçildi. Bu 5 nömrəli sual oldu. İştirakçılardan həmin tapşırığı kim daha tez və düz icra eləmiş olsa, o da növbəti mərhələyə keçmiş olacaq. Yenə də qalibimizi müəyyən eləyə bilmədik. Bu dəfə də püşk atma ilə hər hansı bir tapşırıq veriləcək. Kim tez və doğru işləsə, o da final mərhələsinə yüksələcək. Buyurun bəy. Fərdi bəy, narazılığınız yoxdur. Okey, 4. 4 nömrəli Şəbnəm sual. Zəhmət olmasa açaq. Birinci yer uğrunda mübarizə aparacaq Sərvət Abdulov və Allahverdi Qasımlı. Üçüncü yer uğrunda mübarizədə isə Elnur İsayev və Fərid Ələsgərli mübarizə aparmış olacaq. Handex Tədris Mərkəzinin təşkil etdiyi 3-cü Excel Olimpiyadasının 3-cü yerin sahibi Elnur İsayev dəvət edək. Təbrik edirəm. Və ikinci yerin sahibi Allahverdi Qasımov. Buyurun. Təbrik edirəm bir daha. Buyurun. Bunlar sizin hədiyyələr. Ölkəmizdə ilk dəfə Handex tərəfindən keçirilən, artıq 3-cü dəfə keçirdiyimiz Excel Olimpiyadasını yekunlaşdırdıq bu günləri. Əslində Excel Olimpiyadasının əsas məqsədi Azərbaycanda, ölkəmizdə Excel istifadəçilərini bir araya yığmaq, onlar arasında şəbəkələşmə yaratmaq və onları tanıyıb, onları mükafatlandırmaqdır. Bizim üçün də çox maraqlı təcrübə oldu. Çünki hər zaman hər Excel Olimpiyadasına biz yeni insanlar tanıyırıq. Artıq uzun müddətdir ki, davam edən uzun seçim mərhələsindən sonra bu gün final mərhələsi oldu. Ona görə mən istərdim ki, qalibi tərtibləndərək. Demək, bizim qalibə hədiyyəmiz nədir? Qalibə hədiyyəmiz 300 AZN pul mükafatı və 200 AZN-lik istənilən tənmə endirimdir. Ona görə Sərvət bəyi dəvət edirəm bura. Təbrik edirəm.